İlham Əliyev gənc, artıq siyasətlə məşğul olan, dövlət işi ilə məşğul olan Azərbaycanın vətəndaşıdır. Bunun çox böyük təhsili və böyük biliyi var. Eyni zamanda artıq bu son 5-6 il içərisində də burada Azərbaycanda əvvəl də onun iş təcrübəsi var. Və indi də Dövlət Neft şirkətində birinci vitse-prezident vəzifəsini apararaq bizim Azərbaycanın neft siyasətini, Azərbaycan devlətinin yeni siyasətini həyata keçirməsinin faal iştirakçısıdır. Yani onun həll edici figurlarından biridir. 94-cü ilin yay aylarında əsrin kontraktının hazırlanması üçün son danışıqlar prosesində iştirak eləmişik. Və Amerikanın Houston şəhərində bir aydan çox qalmışdıq. Danışıqlar çox gərgin keçirdi, bir çox problemlər var idi. Hər iki tərəf istəyirdi özü üçün ən məqbul şərtləri əldə etsin və nəticə etibarilə biz hesab edirəm ki, çox məqbul kompromisə gələrək Azərbaycan üçün ən gözəl şərtləri əldə etdik. İndi təsəvvür eləyin, əgər Şahdəniz 96-cı ildə imzalanması. Nə Bakı-Tbilisi Ərzurum olacaqdı, nə Tanap olacaqdı, nə Cənub qaz dəhlizi olacaqdı. Ondan sonra Azərbaycanın qaz təminatı nə vəziyyətdə olacaqdı. İndi Şahdəniz qazı olmasa biz öz tələbatımızı ödəyə bilməyəcəyik. Nə qədər investisiyalar qoyuldu və bugün Azərbaycan dünya miqyasında Rusiyada qazı ixrac edən ölkəyə çevrildi. O vaxt bunlar o başlanmasaydı, o vaxt əlbəttə bu kontrakt deməli işlənməsəydi, gör indi 94-də buna qol çəkilməsəydi, Cənab İlham Əliyev demişkən indi biz nə gün dedik Allah bilirdi.